Bakıda keçirilən U17 Dünya Çempionatının 3-cü günüdür. Turnirdə 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. İndi bağlanırıq Milli Gimnastika Arenasına. Son məlumatları əməkdaşımız Gülnarə Sadıqova çatdıracaq. Salam Gülnarə, buyurun, söz sizdədir. Hər vaxtınız xeyir olsun Simnarə, sizi və Xəbər axşamının izləyicilərini Milli Gimnastika Arenasından salamlayıram. Bəli, U17 güləş üzrə Dünya Çempionatı artıq 3-cü günündədir və bugün də milli komandamız bizi medallarıyla, mükafatlarıyla sevindirdi. Daha 3 idmançımız mükafatçılar sırasına düşdü. Əvvəlcə 45 kiloqram çəki dərəcəsində finaldan Əli Cavadov təəssüflər olsun ki, ABŞ-dən olan rəqibindən 13-5 hesabı ilə məğlub oldu və gümüş mükafat əldə etdi. Onu da qeyd edeyim ki, biraz dramatik bir qarşılaşma idi. Əli 5-0 öndə idi, lakin xırda bir səhvə görə məğlub oldu. Ardınca isə Əbdürrəhman Hüseynli final qarşılaşmasında 51 kiloqram çəki dərəcəsində Özbəkistanlı rəqibi ilə qarşılaşdı. O isə 9-0 hesabı ilə məğlub olaraq gümüş mükafatla kifayətləndi. Daha bir qarşılaşmamız isə Elmir Çərkəzovun bürünc mükafat uğrunda mübarizəsi idi. Burada da Elmir 9-0 hesabı ilə Yaponiyadan olan rəqibini məğlub edərək komandamızın hesabına daha bir bürünc mükafat yazdırdı. Bir daha qeyd edeyim ki, güləş üzrə U17 Dünya Çempionatı avqustun 2-sinə də davam edəcək. Burada 60-dan çox ölkənin 700-ə yaxın idmançısı mübarizə aparır. Azərbaycan idmançıları isə 29 nəfərdir. Onu da qeyd edeyim ki, səhər saatlarından qadın güləşində mübarizə başlamışdı. Lakin onlar təəssüflər olsun ki, mərhələ keçə bilməmişdilər. Bugün Yunan-Roma güləşləri idi. Onu da qeyd edeyim. Mənim bu saatda çatdıracaqlarım bunlar idi. Söz yenidən sizdədir. Təşəkkür edirik, minnətdarıq. Qeyd edim ki, əməkdaşımız Gülnarə Sadıqova U17 Dünya Çempionatı ilə bağlı son məlumatları verdi.